Uşaqlar deyirsən yaxşı müəllimsən. Başı aşağı tiki yuxarı. Uşaqlar deyir. Hə. Uşaqlar deyirsən yaxşı müəllimsən. Başı aşağı tiki yuxarı. Uşaqlar deyir. Hə. Uşaqlar alladıb sən. Alladıblar. Alladıblar. Heç eybi yoxdur. Gör onun başına nə açacağam. Zərər yoxdur. İmtihana hazırsan. Salam. Salam. Aleyküm salam. Abala denin nə salam? İmtihana hazırsan. Hə, hə, hə. Oxumusan. Hə, hə, hə. Bir şey bilirsən. Hə, hə, mən bilirəm. Gəl bilet yox. Bilet nəndir? Bəli. Bax uşaqlar deyirsən ev adam üzünə baxıb 5 yazırsan. Abala imtihana hazırsan. Hə, mən hazıram. Götür bilet. Nə az bilet qalıb. Qalanı odda görsən imtihan tutarır. Deyəsən yaxşılar danışıblar, axmaq biletlər qalıb. Danışım. Buyur buyur. Danışıram ha. Danışım. Danış danış. Danışıram ha. Danışanda danışıram, danışmayanda danışmıram. Evet. Evet. Dedim. Abala sən nə danışırsan? Heç ay müəllim, bileti bilmirəm, ətrafında danışıram. Qoy yerə bileti. Mən onlar Bileti birini qoy də yerə. götüreyim, o axırıncı mənəm. Qalıb xarab olacaq. Onu da bilmədin 2 alır. Mən bilirəm. İsim və cisim. İsimlə götürülən sözlərə cisim deyilir. Nə isim? Hardadır? Cismin yanında. İsimlə cisim perpendikulyar. Görsən bilirəm. Bilirəm 5 yazın da. Niyə oxumamısan? Niyə bilmirsən? Oxumuşam Belə müəllim. suallara hazırlaşırlar. Oxumuşam ay müəllim. 2 alırsan, get payızda ya. Mən payızda gələ bilməyəcəm. Niyə? Çünki kaloşum yoxdur. Yağış yağacaq, palçıq olacaq. Abala kaloşun imtihana nə dəxli var? Mənim var 6 var isti yoxdur. Ayağım gedir qabağa, kaloş gedir dala. Elə bir 2 mərtəbə yaponka ayaqqabıdır. Onda gəbələ eləyək. Mən sənə əlavə suallar verəcəm. Bilmədin, qiymət almayacaq. Bilirəm ay müəllim. De görək, kök nəyə deyilir? Kökə kök deyirlər də, kökə yombul deyirlər. Nə kök? Hardadır? Qonşumuz Əsbət xala da bu boyda. Əsbət xalanın dövrəsinə kök deyilir. Görsən bilirəm. Xəbər neçə cür olur? Xəbər 2 cür olur. Şad xəbər, bəd xəbər. Şad xəbər odur ki, pis qonşumuz yıxılıb, başı yarılıb. Bəd xəbər də odur ki, evimizə qonaq gələcək. Neyniyəcək? Birdəki yeməkləri yeyəcək. Neçə gün qalacaq? 4 gün. Abala niyə oxumamısan? Oxumuşam, Belə suallara ay müəllim. cavab verərlər. Bilmirsən, suda qurda yaşayanlar hansılardır? Suda quruda yaşayanlar maryaklardır. Nə? Maryak hardadır? Suda quruda yaşayır. Nə vaxt gələcək Opskaya? Görsən bilirəm. De görək adın nə oldu sənin? Fırtışqılı, fırtışo, fırtışqılı olur. Fırtış qulu. Bəli. Mənə de görüm 18-ci əsr alimləri haqqında nə deyə bilər? 18-ci əsrin alimləri haqqında onu deyə bilərəm ki, hamısı onlar ölüb çıxıb gedib. Nə alim? Hardadır? Qəbirdə. Ona görə də onları ölü alimlər deyirlər. Elə belə bilirsən də, belə danışdığın üçün keçən dəfə tarix imtahanından 2 almışsan. Mən alacan da, mənə haqqında elə suala verir ki, heç mən o vaxt anadan olmamışam. Deyir, mən Yekaterina danışam. Mən Yekaterina görmüşəm. Napoleonu soxur gözümə. Amma Çapayevi soruşdum, bildim. Özdə promoy tərifini dedim. Necə dedin? Dedim ki, at üstündə çapa-çapa, 180-la, çayın bu üzündən, o üzündən sağ-salama keçən qəhrəmana Çapayev deyilir. Görsən bildim. Bir 5 yazın da. Yaxşı, de görək hansı çaylar tanıyırsan? Çayları tanıyıram mən. Birinci sort, ikinci sort, Azərbaycan çayı, Gürcü çayı, Lənkəran çayı. O indi tapılmır. Olub indi tapılmayan mal. Mən səndən onları soruşuram. Mən səndən axıb gedən çaylar soruşuram. Həm də içirik, axırı qalıb atıb gedirik. O günlərim qonşumuz oturub balkonda, çay içir, axırı qalıb atıb gedir. O sən demə, aşağıda biri çimirmiş. Qonşu çay içib, içəri girəndə qapı döyülür. Deyir, qonşu yenə iç, aşağıda sabunlu qalmışıq. Axıb gedən çaylar var, çay axıb gedir. Gəlmə. Volqa, Kür, Araz,
Volqa harda yerləşir? Volqa dədəmin qarajında yerləşir. Nə? Volqa hardadır? Dədəmin qarajında. İndi o eşək yerinə işlədilir. Eşəkdəki sifətdir. Nə? Eşək hardadır sifətin izində? Kimyanı bilirsən? Hə, ay müəllim, bilirəm. Yaxşı bilirsən. Hə, ay müəllim. De görə suyu necə alırlar? Krantı açırlar, su gəlir. Su soruşuram səndən su. Haş o nədir? Aş əla şeydir. O yağlı ətdən və sümükdən ibarət. Yağlı yeməyə xaş deyilir. Yaxşı de görək hansı ev heyvanları tanıyır? Ev heyvanları tanıyıram. Qarışqa, taraka, milçək, ağcaqanad, mığmığa, ditdili. Ağcaqanad yırtıcı ev heyvandır. Xırda vertolyot şəklində olur. Gəlib adama Luboy yerindən pasatka eləyən, zafravka eləyən yırtıcı ev heyvanına ağcaqanad deyilir. Bir də var mığmığa, adam salır dığdığa. Balağcaqanad ev heyvanıdır. Bəs ev heyvanı deyərsə, onun evdə nə ölüm azıb? Abala mən səndən ev heyvanlarını soruşuram. At, inək, qoyun. Qoyun görmüsən? Hə, ay mənim görmüşəm. Qonşumuzun oğluna qoyun deyirlər. Qoyunun insanlara nə kimi xeyri var? Qoyunun insanlara o kimi xeyri var ki, onun yunundan istifadə edirik, ətindən kabab edirik, peynə edib yağ edirik, Məişətdən nə kimi xeyri var? məişətdə yeyirik. Necə yəni məişəti yeyirlər? Məişət qoyunun harasıdır ki? Abala qoyundan fabrikdə nə hazırlanır? Qoyundan, yunundan fabrikdə onun kostyum hazırlanır. Ay sağ ol. Deməli bizi paltarla təmin edən heyvan qoyundur. Bəli. Xarici dil keçmirsən? Bəli, ay mənim keçmişəm. Rus dili bilirsən? Bəli, mənim. Mənə rus dilində duz qabı necə deyilir? Duz niyə qabı? Bax, nədir var? Dırmaşıvanka. Hansı xarici dil keçmirsən? İngilis dili, ay mənim. İngilis dilində mənə bir cümlə de. İngilis dilində bir cümlə deyərəm ki, mənim bu boşqab, my name is Dingo. Əgər bu böyük boşqab olarsa, onda deyəcəyik Dingo. Əgər kiçik boşqabdırsa, deyəcəyik Dingo. İndi isə mən bunu cümlələrdə işlətmək istəyirəm. My name is Dingo. Əgər bu boşqabda mənim xoşum gəlirsə, onda deyəcəm my name is Dingo, ay Allah. Əgər mənim bu boşqabdan xoşum gəlmirsə, deyirəmsə bu boşqabı rədd edin, onda deyəcəm my name is Dingo, rəddülülülü. Birdən bu boşqab 2 oldu. Onda deyəcəm ki Dingo, Dingo. Birdən 3 oldu. Dingo, Dingo, Dingo. Abala belə şey olmaz. Birdən 1 vaqon oldu. Onda deyəcək Dingo, 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 Dingo. Mən birdən vaqon gedərik. Dingo, Dingo, Dingo. Mənim sınıqlar da var. Carang, cırıng, carang, cırıng, carang, cırıng. Bəsdir. Sən oxumamısan, imtahana hazır deyirsən, sən axırıncı sualı verirəm. Bilmədin, qiymət almayacaqsan. Bu işıqları görsən, Görürəm, ay mən. mənə de gör. Bu işıqlar olmamışdan əvvəl. Adamlar nə edirdilər? Ay müəllim, işıq pulu ödəmirdilər. Çıx. Çıx, 2 alırsın.